Bugün bu kombini şarfla uyğunlaşdıracağım. Düzdür, deyəsiniz ki, yenə şarf. Bəli, yenə şarf. Saçaqla bu olmayacağına görə əvvəlcə bunu yığışdırırıq. Şalvarın ayağına rezin keçirdəcəm. Çiyinlərimə plec qoyacağım. Ayağıma bunu giyinəcəm. Aksesuar olaraq isə bu şərfdən istifadə edəcəm. Sırqa bunu da taxa bilərəm, bunu da taxa bilərəm. Belə yoxlamaq üçün taxdım. Amma elə bilirəm bunun rəngi daha açır. Ona görə hələ ki bunu taxdım. Son olaraq bu üzükdən istifadə elədim. Sırqa bunları. Çanta da biraz rəng olsun deyə bunu götürdüm. Amma məncə qara balaca çantanı götürsəm daha yaxşı olardı. Saçımı bakayım. Çiyinlərimdə plec var. Qulağımda iri sırqa var. Necə saç yığılmalıdır.